Salam əziz abituriyentlər, sertifikasiya və MİQ imtahanına hazırlaşan coğrafiya müəllimləri. Bugün sizlərlə OTK-nın 7 dekabr 2025-ci il tarixdə tərtib etdiyi blok 2-ci qrup, blok sınağı sualları ilə qarşınızdayım. Sualımıza keçək. Miqyas bir bölünsün 600 min, xərtdəki sahəsi 6 kvadrat santimetr olan gölün yer üzərindəki həqiqi sahəsi nə qədərdir? İlk növbədə miqyasdan biz kiçiltmə dərəcəsini tapaq. Burada da 5-0 silməklə, yəni bu qayda abituriyentlərin yadında əzbər qalmış olar. Burada 6 kilometr tapırıq miqyasımızı və xərtdəki sahəmiz 6 kvadrat santimetr. Həqiqi sahəmizi isə tapaq. Həqiqi sahəmiz miqyasın kvadratı vurulsun xərtdəki sahəyə bərabərdir. O da 6-nın kvadratı vurulsun 6. Yəni 216 kvadrat kilometr eləyəcəkdir. Yəni həqiqi sahə kvadrat kilometrə yoxun gəlir. Burada düzgün cavab variantı A. 23 sentyabrda A məntəqəsində günəş 06:55-də çıxır. B məntəqəsində isə günəş A məntəqəsinin yerli vaxtına görə 19:20-də batır. Bu məntəqələr arasında neçə dəqiqə vaxt fərqi var? İlk növbədə A məntəqəsini qeyd edək. A məntəqəsi 06:55-də günəş çıxır və əgər 06:55-də günəş çıxırsa 12 saat sonra 18:55-də günəş batmalıdır bu məntəqədə. B məntəqəsində isə günəş A məntəqəsinin yerli vaxtına görə 19:20-də batır. Burada fikir versək günəş daha gec batır. Ona görə də bu məntəqə A məntəqəsindən qərbdə yerləşən məntəqə olacaqdır. A məntəqəsindən qərbdə yerləşən məntəqə olduğuna görə bunu da burada qeyd edilir. Orada günəş 06:55-də çıxır. Yəni A məntəqəsinin yerli vaxtına görə. 12 saat keçəndən sonra 18:55-də batır. Lakin burada A məntəqəsinin yerli vaxtına uyğun olaraq 19:20-də batdığı qeyd olunub. Yəni B-də 19:20-də, A-da isə 18:55-də günəş batır və bunlar arasında dərəcə fərqi tapmaq üçün 19:20-dən 18:55-i çıxmaqla 25 dəqiqə dərəcə fərqi də üzr istəyirəm. Bunlar arasındakı vaxt fərqini 25 dəqiqə tapmış olacaq. Növbəti sual 54-cü sual. Mağrib qütblərinə aid olan əlamətləri müəyyən edin. Coğrafi koordinatları yoxdur. Bu yanlışdır. Coğrafi koordinatları var. Şimal və cənub mağrib qütblərinin hər birinin coğrafi koordinatları var. Biri Kanada Arktik arxipelagı, biri digəri isə cənubda Adeli torpağında Antarktidada yerləşir ki, ikinci variantı oxuyaq. Yerlərini şərqə və qərbə doğru dəyişirlər. Düzdür, bəli. İldə 5-6 kilometr şərqə və qərbə doğru dəyişirlər. Üçüncü variantı oxuyaq. Coğrafi meridianlar buradan başlayır. Xeyr, coğrafi meridianlar coğrafi qütblərdən başlayır. Buna aid olan əlamət deyil. Yerin coğrafi oxunun yer səthinə çıxdığı nöqtələrdir. Xeyr, yerin coğrafi oxunun yer səthinə çıxdığı nöqtələr coğrafi qütblərdir. Kompasın əqrəbi onlara doğru istiqamətlənir. Bəli, çünki kompasın əqrəbi hər zaman mağrib qütblərinə doğru istiqamətlənir. Düzgün cavab 2 və 5. Respublikamızın düzənliklərində yayılan faydalı qazıntılar. İlk növbədə respublikamızın düzənliklərdə yayılan faydalı qazıntılar deyəndə burada qeyri-filiz nəzərdə tutulur. Yəni filiz olmayan faydalı qazıntılar. Burada da filiz olmayan faydalı qazıntılara neft, gil və təbii qaz daxildir. Düzgün cavab variantımız 1, 4, 6. Sualların izahını izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı və bəyənməyi unutmayın.